Hər vaxtınız xeyir əziz izləyicilər, hər birinizi xoş gördük Dünya Çempionatı özəl buraxılışımızda. Bugünkü mənim qonağım Elmar Rza olacaq, idman jurnalisti, Cüdə Federasiyasının əməkdaşı. Elmar, xoş gördük. Xoş gördük Zar. Təbrik edirəm bütün futbol sevərləri, həmçinin sən də gözümüz aydın olsun. Artıq Dünya Çempionatına start verildi. Açılış mərasimi oldu dünən və dünən saat 11-də və bugün səhərə yaxın saat 6-da 2 oyun oynanıldı artıq. Və bugünkü verilişdə biz səninlə həm açılış mərasimini, həm baş tutan 2 oyunu və həmçinin bugün saat 11-də və səhər saat 5-də oynanılacaq digər oyunları müzakirə eləyəcəyik. Gözlədiyin necə oldu, gözlədiyin kimi oldu mu və yaxud da ki, bu növbəti oyundan nə gözləyirsən və s. Başlayaq elə açılış mərasimindən. Necə oldu səncə? Ümumiyyətlə bu vaxta qədər neçə dünya çempionatı izləmisən? Mən 2002-ci dünya çempionatından başlayaraq mundialları izləyirəm və hər zaman ən böyük səbirsizliklə gözlədiyim nəinki futbol yarışı, deyərdim ki, ən səbirsizliklə gözlədiyim idman tədbiridir. Əsl festival ab-havasında keçir və televiziya başına da izləsək belə hər zaman o futbolun həyəcanıyla yatmaq, qalxmaq, belə deyim, bu çox xoşdur. Bu dəfə də mən düşünürəm ki, daha çox bu bayramı yaşayacaq. Bildiyiniz kimi komanda sayı artıb, oyun sayı 100-dən çox oyun olacaq və bütün bunlar da həm azarkeşlərin, həm də bizim belə deyim, futboldan doya biləcəyimiz, zövq ala biləcəyimiz bir vaxta müddətə çevriləcək. Mən əvvəlki verilişlərdə öz fikrimi bildirmişdim. İndi sənin fikrin mənə maraqlıdır. Bəzi xüsusilə də futbol sevərlərin Avropa segmentində və indi biz daha çox Azərbaycanlıları izləyirik. Hətta tanınmış simalar da var. Şikayət edirlər futbolun dünya çempionatının okeanın o tayında yeni dünyaya, yeni qitəyə verilməsi, saat fərqinə görə problemlər var. Sən necə düşünürsən ümumiyyətlə? Mən düşünürəm ki, belə deyim, o yarım kürədə yaşayan futbol azarkeşlərinin də haqqıdır ki, onlar daha rahat vaxtda izləsinlər. Onlar üçün də Avropada olanda, maçlar Asiyada və yaxud da Afrikada keçiriləndə izləmək onlar üçün çətinlikdir. Amma bildiyimiz kimi futbol o qədər beynəlmiləl bir idman növüdür ki, dünyanın hər bir yanında sevilir və orada yaşayan azarkeşlərin də belə bir haqqının olmasını qəbul edirəm və normal yanaşıram. Ola bilər, yəni bəzi yarışların bu zamanda olması, bütün bunların hamısı mənə futbolun belə deyim tərkib hissəsi kimi gəlir. Hansısa yabancı, xarici bir şey kimi algılamıram. Aydındır. İndi qayıdaq təzədən əvvəlki sualıma, açılış mərasimindən bağlı. Necə idi ümumiyyətlə, necə təəssürat yaratdı səndə? Məsələn, dedin 2002-dən izləyirsən, bu artıq 2002-dən hesablayanda 2002, 2006, 10, 14, 18, 22, 7-ci. Məndə də 8-ci, mən də 98-dən izləyirəm, 8-ci dünya çempionatıdır. Səncə necə idi, maraqlı idi mı? Bəzi xüsusi nüanslar da var idi orada. Maraqlı olduğunu düşünürəm. Artıq dünya çempionatlarının klassikası, Şakiranın ifası düzdür. Düşünmürəm ki, bu il çıxan mahnı dünya çempionatları mahnıları arasında ən populyar olacaq. Çünki daha uğurlu nümunələrini belə deyim, dinləmişik. Bəli. Kınanın ifasında Waving Flag var idi, Şakiranın, Ricky Martin 98, La Vida La Roca ifası 98. Onlar çox məşhur ifalar idi. Amma belə deyim, Meksika yaxşı hazırlaşmışdı, maraqlı təqdimat var idi. Bunu mən doğrusu izlədim. Çox belə deyim, açılış mərasimlərinə mən ilişmirəm. Ona baxımdan mənim əsas fokusum futbolu izləməkdir və futbol izləmək üçün belə deyim, zamanın tez keçməsini gözləyirəm ki, onda biraz adam fokusu da yayılır, diqqəti də yayılır. Bitsin və biz maçı izləyək. Çünki 4 il zaman keçib, daha doğrusu ötən mundial qışdaydı, 4 ildən bir qədər azdır, amma yenə də kifayət qədər uzun müddətdir və bundan sonra milli komandaların ifasında belə deyim, futbol görmək və bunun ən üst səviyyəsini görmək səbirsizlənir insan tez maçlara başlaması. Futboldan kənar bir dənə də sonuncu sualımı verim, sonra qayıdacağıq sırf meydanın içinə. Bayaq verilişdən əvvəl çöldə səndən bir söhbət eləyəndə sənin fikrini doğruyum. Çox diqqətimi çəkdi, sənin də diqqətini çəkib o məsələ. Açılış mərasimi, o seremoniyada himn məsələsi məsələn çox xoşuma gəldi. Sən də yəqin ki
Bununla bağlı nəsə Bəli, bildirməsən? bu çox maraqlıdır. Çünki bəzən olur ki, dünya çempionatlarında oyunçular start heyətdə başlamırlar, sonradan oyuna daxil olurlar. Belə deyim, o himni dinləmək, o ab-havanı daha yaxşı, dərindən hiss etmək üçün belə deyim, öz ölkənin himnini, o azarkeşlərin yaratdığı səs-küyü, ab-havanı duymaq üçün bu cür başlanğıclar çox yaxşı hesab edirəm. Bütün heyət Bəli, düzülməsi, gəlmişdi mərkəzə yığılması. Bu səhv eləmirəmsə bunun ideya müəllifi kimi Del Piero'nu göstərdilər bəzi mənbələrdə. Onun 2006-cı dünya çempionatında sonradan oyuna daxil olub, səhv eləmirəmsə Almaniya ilə maç idi. Qollar vuraraq komandasını növbəti mərhələyə daşımışdı, amma deyir ki, mənim üçün çox xoş da olardı ki, daha əvvəldən ölkə himnimi dinləyim, oyuna belə deyim, daha fokuslanmış Bir də İtalyanlar o himni xüsusi bir coşqu ilə, nəylər olmasa da yaxşı himn oxumaqları var. Hər dünya çempionatında da yoxdular indi. Keçək oyuna. İlk oyun, açılış oyunu bir növ bu 2010 Cənubi Afrika Respublikasındakı keçirilən dünya çempionatının demək olar ki, onun bir imitasiyası kimi oldu. Yenə Meksika, Cənubi Afrika oyunu və hesab, oyun, nə gözləyirdin, necə oldu, nə düşünürsən? Əsas məsələ ondan ibarətdir ki, biz bu komandaları bəzən tez-tez izləmirik və onların nəyə qadir olduğunu bilmirik. Bəzən icmallarla, bəzən 1-2 maçla keçir. Çünki əsas fokusumuz Avropada, UEFA seçmə mərhələsində olur. Öz milli komandamızın həmçinin daha belə deyim, gərgin mübarizə ilə keçən sikl UEFA-da olur deyə UEFA-nı izləyirik və ona görə bir Şimali Amerika təmsilçisindən Afrika təmsilçisinin oyunu görmək çox xoş idi. Bu baxımdan ki, yeni bir şey izləmək baxımdan, yeni futbolçular, yeni üzlər, yeni adlar. Birinci onu qeyd edim ki, Meksika daha əvvəllər də açılış maçlarında bir neçə dəfə iştirak etmişdi və bu maça qədər qələbə qazanmamışdı. Beləliklə şeytanın qıçını qırdılar və ilk dəfə olaraq açılış maçında qələbə qazandılar. Mən Cənubi Afrika yığmasının belə deyim, səviyyə baxımından Meksika ilə bərabər olmadığını əvvəlcədən düşünürdüm, amma bu qədər zəif olacağını təxmin etməzdim. Düzdür, heyətdə belə deyim, İngiltərə Premyer Liqasında oynayan futbolçu var idi, legioner həyatı yaşayan oyunçular var idi, amma ümumi götürəndə komanda oyun planı çox olduqca zəif idi. Demək olar ki, heç nə ilə yadda qalmadılar maç ərzində. Baxmayaraq ki, çox təcrübəli bir baş məşqçilər var. Bəli. Mərkəzdə, müdafiədə buraxılan çox kobud səhvlər var idi və bunlar da qolla nəticələndi. Onu qeyd edim ki, baxmayaraq ki, Cənubi Afrika uduzdu, mənə görə komandanın heyətinin ən yaxşı oyunçu qapıcı idi. Bir neçə dəfə seyvlə yadda qaldı. Doğrudur. Və amma komanda yaradıcılığı baxımından heç nə ortaya qoya bilmirdi. Meksikalılara gəldikcə isə əllərində daha texniki baxımdan daha yaxşı oyunçulara, daha keyfiyyətli oyunçulara malikdilər və bu oyunçular maçın qədərini belə deyim müəyyənləşdirdilər. Əvvəlcə Quinones'un qolu oldu. Bu futbolçunu biz Səudi Ərəbistan çempionatından, Pro Liqasından tanıyırıq və son mövsüm olduqca fantastik keçirib. 31 oyuna 33 gol vurmuşdu. Cristiano Ronaldo, Ivan Toney kimi oyuncuların, yəni Portuqaliya, İngiltərə yığmasının oyuncularını qabaqlayaraq həmin çempionatın bombardiri olmuşdu və biz bu oyunda da onu gördük ki, ustalıq səviyyəsi çox maraqlı baxdı. Bizə bildiyim qədər əslən Meksikalı deyil. Bəli, o Kolumbiyalıdır və bir şey də qeyd edim ki, o əvvəllər Kolumbiyanın 20 yaşadakı futbolçulardan ibarət yığmasında şərəfini qoruyub və sonradan Meksikanın belə deyim əsas komandasına keçid edib. Bir mənbədə də oxudum, deyiləndə görə həyat yoldaşı Meksikalıdır, belə deyim, onun vasitəsilə Meksika pasportu alıb və bu komandanın şərəfini qoruyur. Yəqin ki, Meksikalılar da şaddılar ki, artıq Jimenez'in yaşlandığı dövrdə Quinones kimi bir oyuncuya malik olacaq. Faydalarını da gördülər və maçın oyuncusu da o seçildi. Dirəkdən dönən topu var idi. Bir neçə epizodda yenə qapını təhdid edir, yəni belə də hücumçu kimi rəqib müdafiəni daim gərginlikdə saxlayırdı. İlk qolda onun bitiriciliyi çox üst klass idi. Yəni biz bildik ki, bu necə 33 gol vurub da, yəni ən azından bunu nümayiş etdirmiş oldu. O qol epizodunda Liranın da belə deyim, qolda böyük payı var idi. Krozasulun oyuncusunun. Biz o oyuncu da daha çox öz belə deyim yarım kürələrində o klublarda oynayıb, daxili klublarda, amma məsələn Lillard kimi futbolçunu burada da görmək xoş olur ki, belə bir oyuncular da var və
Əslində bəli, komandasına bir çox faydası. xüsusilə də Cənubi Amerikanı təmsil edən ölkələrdə daxili çempionatda oynayan oyuncular çoxdur. Ən azından daxili çempionat olmasa da sən demiş öz yarımkürələrində Cənubi Amerika klublarında oynayanlar çoxdur və onların oyunlarını izləmək dünya çempionatı bu baxımdan əvəzsiz bir imkandır bizim üçün. Bu oyunla bağlı əlavə edəcəyin nə isə varmı, yoxsa keçəkmi hər iki oyuna? Əsas yəni qeyd etmək istədiyim məsələləri bildirdim. Bir də məsələn heyət baxımından əvvəlki ulduzlara malik deyildilər. Məsələn Cənubi Afrikada ümumiyyətlə o adlardan artıq yoxsullaşıb belə desək və oyunçuların böyük əksəriyyəti yerli çempionatda oynayırlar. Bunu da başqa bir mən faktorla əlaqələndirirəm. Çünki bildiyimiz kimi Cənubi Afrika Respublikası Afrikanın ən imkanlı, iqtisadi baxımdan ən yaxşı şəraitə belə desək malik olan ölkəsidir və klubların da kifayət qədər maliyyəsi var və onlar Afrikadan qitəsindən xeyli oyunçunun bəlkə də arzusu ilə Cənubi Afrika Respublikasının çempionatını oynamaqdır. Orada bir neçə Mamelodi Sundowns, Kaizer Chiefs kimi tanınan komandalar var və belə deyim artıq o Cənubi Afrikan futbolçuları daha çox Avropaya getmirlər. Məsələn biz kimi tanıyırdıq? McCarthy-ni tanıyırdıq, Pinarı tanıyırdıq. Hansı ki Avropada Ajax'da, Porto'da oynamışlar. Adından söz etdirən futbolçular idilər. Amma indi biz bunu görmürük. Bəlkə də biraz daha çox belə deyim Cənubi Afrika Respublikasından olan oyunçular da yerli klublarda oynamağa meyil göstərir. Bu da onların inkişafını belə deyim bəlkə də dayandıran faktorlardan biridir. Bunları bildirmək istədim. Bir də mənim üçün ən təcrübəli gələn zar nə oldu? Biz bildiyimiz kimi Afrika seçmə mərhələsində Cənubi Afrika yığması Nigeriyanı qabaqlamışdı. Nigeriya müəyyən qədər ulduzlara, hətta deyirəm ki, super ulduz səviyyəsində oyunçulara malikdir. Mən təəccüb görürük ki, nə baş verib ki, bu Nigeriya bizim o meydanda gördüyümüz Cənubi Afrika Respublikası. Mənə də hələ də maraqlıdır ki, yəni daha sonra uduzunu hər iki oyunu seçə başa çatdım. Amma 10 oyunluq sikl boyu ikinci yer tutublar, qrup lideri. Yəni necə ola bilər ki, bu komanda Nigeriyanı qabaqlayıb? Ola bilər ki, biz ümumiyyətlə ilkinlə bundan qabaqki buraxılışlarda A qrupunu təhlil edəndə mənim fikrim bu idi ki, qrupun favoriti kimi Meksikanı görürdüm. İkinci yer kimi Cənubi Koreya Respublikasını görürdüm. Üçüncü yer kimi Çexiyanı görürdüm. Hətta düşünürdüm ki, ola bilsin ki, Çexiya ən yaxşı üçüncülərdən o 8 komandadan biri ola bilər. Cənubi Afrika Respublikası isə mənim üçün sonuncu outsider kimi görünürdü. Və hadisələri, söhbətimizi biraz qabaqlayaraq deyim ki, yəni hətta biraz proqnozlarım da doğruldu. İndi gedək yavaş-yavaş o bir oyuna doğru. Cənubi Koreya Çexiya oyunu. Bir çox mütəxəssislər deyirdi ki, qrupun taleyini bu maç təyin eləyəcək. Səncə təyin olunub artıq qrupun taleyi təyin olunub bu? Böyük ölçüdə aydınlıq gəldiyini düşünürəm. Bildiyiniz kimi bu indiki dünya çempionatında qrup üçüncüləri də play-offa vəsələ qazanacaqlar və belə olduğu halda 3 xal çox böyük önəm kəsb edir. Hətta 3 və 4 xalla qrup səddini aşmaq mümkündür və gələk belə desək artıq bu birisi oyuna. Məsələn, birinci maçda Meksika 2-0 hesabı ilə qələbə qazandı, amma belə deyim, oyunun keyfiyyəti baxımından Cənubi Koreya Çexiya matçı bizim üçün daha izləmək zövqlü oldu. Çünki ortada əsasən ikincisi də gərgin mübarizə gördük, çoxlu qol epizodları yarandı, qollar vuruldu, eləcə də qapıcı seyvləri çox Elmar, burada saat fərqinin önəmi ola bilərmi? Biz əslində bizim üçün biraz sürüşdürək də 8 saat arada fərq var və Guadalajara-daydı səhv eləmirəmsə. Orayla da bizim səhv eləmirəmsə 8 saat fərqimiz var. Yəni açılış oyunu Meksika Cənubi Afrika oyunu oranın yerli saatla saat 4-də idi. 16 saatlarında. Bəli, günorta saatlarında idi. Biraz da isti hava nəzərə alsaq. Amma Cənubi Koreya Çexiya oyunu isə oranın saatına saat 11-ə düşürdü. Gecə 11-ə düşürdü. Yəni futbol üçün ən ideal saatdır belə demək mümkündürsə. Bu biraz bu iqlimin, saatın da təsiri ola bilərdi oyunun keyfiyyətinə? Ola bilər, əlbəttə ola bilər. Amma mən bir şey də deyim ki, bunun təsiri qaçılmazdı. Yəni çox böyük ehtimalla olub. Və biz hiss edirdik ki, futbolçular çətinlik çəkirlər, meydanda qaçmağa, mübarizə. Bir də şey var, dəniz səviyyəsində yüksəklik var, xüsusilə də Aztekanın 2200 neçə metr hündürlükdədir dəniz səviyyəsində və Cənubi Afrika Respublikası ən cənubdan gəlib orada oynamaq, o yüksəklikdə oynamaq da təbii ki çətinlik yaradır. Oyunla bağlı nə deyə bilərdin? Nə gözləyirdin? Məsələn, Çexiyadan, Koreyadan? Gözlədiyim oyunu belə deyim, meydanda gördüm. Çünki Cənubi Koreyanın bu oyunun favorit olduğunu düşündüm və favorit belə deyim
gözləntilər doğrultdular. Birinci hissə komandalar belə deyim, daha çox top Cənubi Koreya futbolçularında olurdu. Oyunun nəzarəti onlardaydı. Amma bu oyun planının əsas məsələsi bu qapıya zərbələr məsələsi, həmçinin belə deyim də 3-cü zona deyilən ərazidə hücum qurmaqda çətinlik çəkirdi. Top ora kimi gətirirdi Koreyalı futbolçular, ancaq Son Heung-min, eləcə də Kang In-lee kimi təcrübəli oyunçular belə deyim o çərçivəni tutdura bilmirdilər. Amma ikinci hissə başlayanda fərqli bir qədər oyun gördük. Yenə maçın əvvəlləri, daha doğrusu ikinci hissənin əvvəlində Koreyalıların hücumları ilə başladı. Koreyalıların hücumlarla başladı, amma qol gözlənilməz oldu. Qolu hesaba açan Çexiyalılardı. Biz Çexiyalılarda deyəndə yadımızda həmişə Nedved, Rosicki, Koller kimi futbolçular düşür. Amma bu baxımdan daha orta statistik futbolçulardan belə deyim, futbolçulara hətta ulduz bir dənə Patrik Şikdən başqa daha çox ön plana sayıla biləcək bir futbolçu. Biraz da bəlkə də Şoçik və ya Kufal bu kimi oyunçular bizim tanıdığımız, daha çox izlədiyimiz oyunçulardır. O belə epizodların birində Kufal outdan oyuna başladı və birbaşa olaraq Krejcinin qolu Ladislav Krejci hesabı açdı. Hətta oxşar vəziyyət bir dəfə də oldu. Çexiyanın yenə outdan atdı. Bu dəfə Koreyanın qapıçısı son anda dibdən, direğin dibindən götürdü. Yəni o çox təhlükəli idi. Çexiyanın standart vəziyyətləri çox təhlükəlidir. Çempionata qədər də Çexiyanın vurduğu qolların böyük yüksək bir 75 ya 80% sırf standart vəziyyətlərdən vurulmuşdu. Ona görə onun başqa bir amillə də bağlamaq olar. Bildiyimiz kimi milli komandalarda oyunçular bir-biri ilə çox oynamırlar və milli komandanın qələbə qazanması üçün meydanda standart vəziyyətdən maksimum istifadə lazımdır və yaxud da fərdi bacarıqları üst səviyyədə olan oyunçular çox ön plana çıxırlar. Problem var və bu problemi necəsə həll etmək lazımdır. Bu həll yolu ya standart vəziyyətdən, ya hansısa futbolçunun fərdi bacarığı bu an çünki hansısa taktiki kombinasiyanın üzərində işləyib onu dəfələrlə təkrarlamaq vaxt aparan işdir və o qədər millidə sən demiş vaxt olmur. Maksimum 2 həftə, 3 həftə toplanışlar olur və bu toplanışlarda nə qədər bir də fərqli ekollardan gələn futbolçular olur. Biri öz klubunda fərqli sistemlər oynayır, o biri öz klubunda fərqli sistemlər oynayır. Sən demiş ən yaxşı, ən optimal variant elə standart vəziyyət. Bunu yaxşı işləməkdir və Çexiyalılarda bunu yaxşı bacarırlar, belə deyim. Outdan, hətta yəni out çox da belə deyim qol təhlükəsi olan bir standart vəziyyət olmasa da bu Kufal bizim köhnə xatırladığımız oyunçular Baranin kimi, bəli. Sonra Stoksitdə bir oyunçu var idi, adını unutdum. Rory Delap. Onun kimi belə deyim başladı və qolla nəticələndi. Qol epizodundan sonra meydanda Çexiyalılar bir qədər özünə gəlməyə başladılar, toparlandılar. Daha kompakt hücum, da futbol oynamağa başladılar. Lakin Koreya futbolçularının o texniki keyfiyyətləri tez özünü büruzə verir. Hə, məsələn, hər iki qol fikir verdinsə də müdafiənin arxasına atılan toplar idi. Orada biraz Çexiyalı müdafiəçilərin ağırlığı. Mən izləmişdim sizin. Orada qeyd edirdiniz ki, PSG-də çox oynamasa belə, millidə çox faydalı olacaq. Daha çox Liqa 1-də oynayırdı. Çempionlar Liqasında az şans qazanırdı. Və biz onu elə ilk maçdan gördük ki, Kang In-lee komanda üçün nə qədər önəmlidir və topun belə desəm mövqeyi daha çox rəqib qapısına yaxın olsa da mərkəzdən topu almağı, paylamağı, hücumçuları topla təmin etməkləri bu baxımdan çox yaxşı idi və Kang In-lee'nin birinci qolda Hwan In-beom'a ötürməsi, orada In-beom'un bir an var orada, stop belə deyim, topu dayandırır və qapıcı ilə anlıq pauzası onları belə deyim oyundan kənara vəziyyətə salır az qala və çox dəqiq usta bir vuruşla Feyenoordun oyunçusu hesabı bərabərləşdirir və qeyd edim ki, hadisələr davamında qələbə qolunda, onun vurduğu qolda da onun ötürməsi ilə yenə komanda qələbəni qazanır və maçın oyunçusu da məhz Hwang In-beom seçilir. Və bu oyunçu eləcə də Kang In-lee qələbədə önəmli pay sahibi olurlar. Baxmayaraq ki, Koreya yığmasının əsas ulduzu belə desə Son Heung-min, baxmayaraq ki, indi ABŞ-dadır, orada MLS-də oynayır. MLS Premier Liqa ilə müqayisə oluna bilməz. Onunla bağlı soruşacaqdım səndən. Səncə Son qocalıb? Qocalıb deyəndə istər-istəməz zaman öz sözünü deyir və oyunçuya müəyyən qədər təsir göstərə bilər. Dünənki oyunda oyunun çox da alındı. Bugünkü biraz zamanlar qarışdırır. Zamanlar qarışdırır. Gəl biz onu dünənki oyun deyək. Birinci maçda çox da oyunu alınmırdı
və məşqçi də onu dəyişdi və sonradan belə deyim bu uğurlu oldu. Koreyalılar qələbə qolunu vura bildilər. Mən düşünürəm ki, bəli, müəyyən qədər eniş hiss olunur, amma yenə də ki Son Heung-min bu komandanın belə deyim kapitanıdır, əsas aparıcısı, lideridir və komandada da hamı onun liderliyini qəbul edir deyə düşünürəm. Ne ola bilər ki, bir oyun alınmadı, növbəti maçlarda fərqli hallar da baş verə bilər. Keçək bu günün digər oyunlarına. Mən həm saat 11-də baş tutacaq Kanada Bosniya və Hersegovina oyununu, həm də səhər saat 5-də baş tutacaq ABŞ Paragvay oyununu da bu günə sayıram. Bu oyunlar ətrafında biraz danışaq. Çünki ilk oyunlar hamısı ev sahiblərinin demək olar ki oyunlar oldu. Kanada Bosniya oyunu biraz mən Bosniya komandası mənim üçün Bosniya və Hersegovina adını tam deyək, düzləyək. Mənim üçün biraz romantik komandadır. Çünki çox yenicə müstəqillik əldə eləmiş, yenicə də ki yaxın keçmişdə müstəqillik əldə eləmiş bir ölkədir. Buna baxmayaraq artıq ikinci dəfə dünya çempionatına, mundiala yollanır. İkinci dəfə ən yüksək futbol səhnəsində iştirak eləyəcək. Bir super ulduzu var, Edin Dzeko, ondan əlavə digər yaxşı gəncləri var, yaxşı tanınan, yaxşı oyunçuları var, futbolçuları var. Kanada isə ev sahibidir. Jonathan Davidi var, Anthony Davisi var. Baxmayaq ki, o səviyyədə deyil. Nə düşünürsən bu oyun haqqında? Bu oyun haqqında əsas düşüncələrim odur ki, belə könlümdən keçən məsələ, biraz azarkeş yönümdən bəlkə də baxa bilərəm. Edin Dzekoya böyük simpatiyam var, futbolcu kimi, bir şəxsiyyət kimi. Onun haqqında hər zaman danışanda müasir futbolun son xalq qəhrəmanlarındandır kimi bir ifadə yazmışdı. Bu yaxınlarda, bu günlərdə məktubu da var idi, səhv eləmirəmsə də. Bəli, Players Tribune-da bir məktubu çıxmışdı və Dzeko orada uşaqlığından bəhs edir, həyatının önəmli anlarından və Dzeko bildiyiniz kimi Bosniyada daha doğrusu ağır bir müharibədən keçmiş ölkədir və bu müharibə belə deyim onların həyatına önəmli ölçüdə təsir göstərib və yaşadıkları problemləri nəzərə aldıqda Bosniya futbolunun bu səviyyəyə gəlib çatması olduqca böyük uğurdur. 2 dəfə mundialda iştirak etmək, bunu ancaq alqışlamaq olar deyə düşünürəm. Yəni könlümdən belə deyim, keçən o bəlkə də ola bilər ki, Bosniyalılara simpatiya duyuram, onların qələbəsini arzu edərəm, ən çox da Dzekoya görə. Amma Kanada həm meydan sahibi amili, həmçinin heyətindəki oyunçular baxımından Bosniyanı qabaqladığını düşünürəm. Həm Jonathan David, həm Kyle Larin, necə də digər oyunçular var ki, hər an... Davis deyəsən oynamayacaq, yoxsa oynayacaqmı bilmirəm. Nəsə desəm ki, bir mikrozədəsi var idi, dəqiqləşməyib elə. Çox böyük ehtimalla oynamayacaq, zədəli göstərir saytların bir çoxunda Davisi. Amma yenə də bir-birinə bab rəqibləri olduğunu düşünürəm. Favorit bəlkə də Kanada görsənə bilər, amma bu komandaların oyunu belə deyim, dişə-diş qanağa mübarizəsi olacaq. Çünki bu oyunda alınan xal hər iki komanda üçün çox vacib olacaq. Açılış maçındakı qələbə növbəti mərhələ üçün çox ciddi addımdır. Bu biraz komandaları müəyyən qədər belə deyim, bərabərliyə doğru da apara bilər. Çünki bəzən baş məşqçi fikirləşir ki, onsuz da ən yaxşı üçüncü də çıxır. Mən ən azından bir xalımı rahatlayım, biraz geri söykənim, gözləyim, görüm nə baş verir. Hələ rəqib mənə nə təklif eləyir. Çünki əvvəlki o məsələn 4 digər dünya çempionatında biz görürdük ki, bir qələbə səni qabağa apara bilərdi deyə biraz daha gərgin başlayırdı oyunlar, biraz daha sürətli başlayırdı. Kimsə ilk önə keçməyə çalışırdı. İndi artıq əksinədir, mənə elə gəlir ki, biraz daha təmkinli yanaşırlar, biraz da buraxmayım qolu, yox nə vaxtsa vuraram, vurmaram da canı sağ olsun, bir xaldır. Sonradan istifadə edə biləcəm. Çünki ən yaxşı qrup üçüncülərdə növbəti mərhələyə çıxacaqları üçün bir qədər riskə atmaya da bilərlər. Amma mən bugünkü oyunda meydanda hər qarşı üçün mübarizə gözləyirəm ki, yəni oyunçular gərək düşünürəm ki, hər şeylərini meydana qoyacaqlar ki, bu oyundan xalla ayrılsınlar. Bir-iki məqamı da qeyd etmək istəyərdim. Biz məsələn Dzeko'nu dedik, amma komandanın heyətində Ermetin Demirovic kimi uzun müddətli Bundesliga-da çıxış edən və hər mövsüm ortalama bir azı 10-15 qol vura biləcək, vuran da doğrusu bir hücumçu. Kolaşinac var müdafiədə Atalanta ilə. Bəli, Kolaşinac var. Sonra seçmə mərhələ oyunlarında həmçinin
komandaya çox faydalı olan gənclərdən Bayraktaroviç var. Maraqlı bir məqamda qeyd edim ki, Bayraktaroviçin özü ABŞ doğumludur. Amerikada da anadan olub və valideynləri də məhz müharibə dövrlərində Amerikaya mühacirət ediblər və orada doğulub, amma öz tarixi vətəni olan Bosniyanın yığmasında çıxış edir. Bu baxımdan onun da belə deyim bir növ evə qayıdışı kimidir. Maraqlı oyun gözləyirəm, yəni bir qeyd etdiyim kimi indi izləyərək görərik. Görərik və nəhayət öz qrupunun ən vacib oyunlarından biri ABŞ, Paragvay. Bəli. Hər iki komanda qrupda belə demək mümkünsə birinci, ikinci yerə iddialı kimi göstərilir. Bəli. Buradan nə gözləyirsən? Burada da əsas favoritin meydan sahibləri olduğunu düşünürəm. Paragvay Cənubi Amerikanı Cəmi ki, məğlubiyyəti var seçmə mərhələdə Paragvayın və çox az qol buraxır. Hə, o məqamlar var. Bir qədər antifutbollarla seçilən komandadır. Müdafiədə daha bərk möhkəm Cənubi komandadır. Amerika stilinə uyğun oynamırlar. Heyətə nəzər salsaq görərək ki, orada belə deyim, fərdi planda heç kim önə çox da çıxmır. Orada məsələn bizim qeyd edə biləcəyimiz elə bir məsələn mən belə yadıma salmam Mikel Almiron yadıma düşür. Bir dənə Paragvayda daha çox oyunçulardan bir də səhv eləmirəmsə Brighton oynayan Gomez var idi. O yadıma düşür və bu oyunçular daha çox yaradıcılığıyla yox, meydandakı mübarizəsindən ön plana çıxan futbolçulardır. Bu maçda ABŞ favoritdir. Christian Pulisic belə deyim öndərliyində Kapitan Amerika ilə bu qələbə qazanmağa yenə çalışacaqlar. Bunlar üçün də vacib maçdır. Və heyətə baxanda Avropadakı oyun, Avropa top klublarda oynamaq baxımından ABŞ birmənalı olaraq üstələyir. Pulisic var, Balogun var, Tilman var, Dest var. Pepe deyəsən Avropada oynamır, amma o da çox yaxşı oyuncudur. Tyler Adams var. Yəni xeyli tanınmış yüzlər, simalar var və ABŞ-dan daha çox şey gözləməyimizə səbəb olur. Görək Mauricio Pochettino komandası nə ortaya qoyacaq. Mənim üçün də çox maraqlıdır Pochettinonu milli komandanın sükan arxasında görmək. Scaloni'yə qədər hətta bəzilə mənim də bəlkə də həm yazdığım bir statuslar yadıma düşür. Argentina yığmasının uğursuz dönəmləri var idi. Həmin dönəmlərdə Tottenham'da çalışırdı Pochettino və çox arzulayırdım ki, Argentina yığmasına gəlsin. Və o dönəmlərdən Pochettino'nun yığmada nə təqdim etməsi hələ də məndə maraq doğurur və səbirsizliklə maçı gözləyəcəm. Belə bir şey də hakimliklə bağlı əlavə edeyim. Çox maraqlı bir şey gördük. İlk dəfə icazəmiz tətbiq olunurdu. Referee view var idi. Hakimlərin üzərində Robocop kimi belə kameralar falan var idi. Buna rəğmən bu qədər texnologiya, bu qədər şeylərə rəğmən məsələn məncə elə düşünürəm ki, Meksika, Cənubi Afrika Respublikası oyununda 3-cü qırmızı vərəqə Meksika komandasının aldığı qırmızı vərəqə haqsız idi. Çünki bariz gol şansına oxşamırdı, biraz cənaha doğru yenəlirdi. İndi sırf özüm saxladım ki, bir hakimliklə bağlı da bir mövzu açım. İlk maçda, açılış maçında 3 qırmızı vərəqə göstərildi hakim tərəfindən. Bu dünya çempionatları tarixinin rekord göstəricisidir. Heç vaxt açılış maçında 3 qırmızı görmür, maksimum 2 qırmızı olmuşdu da uzun illər bundan əvvəl. Burada hakimin məncə belə deyim, verdiyi qərarlar birmənalı deyildi. Bu qədər texnoloji dəstəyi olan yerdə bu tipli səhv oyunun nəticəsində bəlkə də çox təsir etmir deyə mediada çox da bu üstünə gedilməyəcək bu məsələlər. Məsələn, Meksika favorit idi və buna uyğun olaraq da qollar vuraraq qələbə qazandı. Belə olan məqamda çox üstünə düşürmür, amma mən də razıyam ki, o son ümid folu necə adlandırdı. O oyunçunun istiqaməti də tam qapıya deyildi və müdafiəçilər yaxınlaşırdı. Bucaq onsuz da bağlanırdı. Bucaq da bağlanırdı və oradan belə deyim, bariz qol vəziyyətinin qarşısına alması kimi qeyd olunması bir qədər müəmmalı oldu. O birisi qırmızılarla hardasa razıyam, amma orada vurma var idi birində, sonra kobud oyun var idi. Amma sonuncuda düzdür, kobud oyun vardı, amma ona sarı da vermək olardı deyə düşünürəm. Belə bir mövzu artıq hər iki həm oynanılan, həm oynanılacaq maçları müzakirə etdik. Səndən bizim bir rubrikamız var, onu eləmək istəyirəm. Bir kör sıralama eləyək səndən. Mövzumuz dünya çempionatının kapitanları, öz ölkələrinin kapitanları.
Sən bunu indi hansı kriteriyalarla yanaşacaqsansa Mən da adətən özün bax. izləyirəm həm sizin podkastlarda, çəkilişlərdə, həmçinin başqa yayımlarda. Bəzən subyektiv olur, bəzən belə deyim də, daha Adətən bu tip şeylər daha çox subyektiv olur. Mən də subyektiv yanaşmanın tərəfdarıyam. Mənim zövqümcə olan, mənim xoşuma gələn. Bu demək deyil ki, mənim dediklərim %100 doğrudur. Sadəcə mən belə görürəm. Yəni təbii ki, seçimlərim bu cür olacaq. Kimi seçsə, məsələn, sual verirlər ki, Messi yoxsa Ronaldo? Deyirsən ki, Ronaldo. Sən Ronaldonu seçməyindən bilinir ki, sən futboldan heç nə bilmirsən. Messini seçsən, o biri qism eynisini yazacaq ki, sən Messini seçməyindən bilinir ki, sən futboldan heç nə bilmirsən və s. Yəni kimi seçməyindən asılı olmayaraq o bəyənilməmək, tənqid və yaxud da ki, yanaşma həmişə olacaq. Gəl indi kapitanlardan davam eləyək. İndi seçimini istəyirsən, komandasına verdiyi faydadan götür, istəyirsən daha çox oyun keçirməyindən götür. Yəni necə istəyirsən götür. Mən sadəcə sıralamanı deyəcəm. Sən onu 1-dən 10-a qədər sıralayacaqsan. Aha, başlayaq. Başlayaq. Dunga. Dunga 94 Braziliya səhv etmirəmsə kapitan idi və komanda çempion olmuşdu. Dunga olsun 5. Dunga olsun 5. Puyol. Puyol da komandası üçün vacib futbolçulardan, amma mən düşünürəm ki, daha belə ön plana çıxan kapitan gələcək. Ona görə Puyolu 6-ya qoyuram. 6. Kafu. Kafunu 7-yə qoysam məni daşlayacaqlar. Amma 2002 dünya çempionatında Kafu bəli komanda üçün çox vacib oyunçuydu, amma məncə o komandanın da daha güclü liderlik keyfiyyətlərinə malik oyunçular var idi, amma o komandanın əsas lideri də belə baş məşqçi Scolari idi deyə düşünürəm. Məncə də. Kafunu 7-yə qoyaq. 7-yə qoyaq, Kafunu qoyaq 7-yə. Maradona. Mən Argentina azarkeşiyəm, bəri başdan deyim. Mən də Argentina azarkeşiyəm. Özdə sən Messi sevər Argentina azarkeşsən, mən Messi sevməyən Argentina azarkeşiyəm. Amma Maradonaya olan rəğbətim sonsuzdur mənim. Maradonanın etdikləri çox böyükdür. Gəl Maradonanı qoyaq 1-ə. Maradonanı qoyduq 1-ə. Franz Beckenbauer. O çox böyük adlar sanalırsınız. Beckenbauer. Mən real danışacağam. Beckenbauer'un oyununu ancaq video yazılardan kiçik fraqmentlərlə izləmişəm. Amma oxuduqlarım qədərilə həmçinin onun baş məşqçi kimi Almaniya yığmasında qazandıqları uğurları da nəzərə alanda düşünürəm ki, Beckenbauer top 3-də olmalıdır. 3-cü yer olsun. 3-cü yer olsun. Çox bizə tanış bir sima, rəhmətlik Carlos Alberto Torres. Hə, xatırlayıram Peleginin komandasının. Xatırlayıram deyəndə sanki yaşamış kimi çıxmasın. Yəni Azərbaycan yığmasında işlədiyi dövrləri xatırlayıram. Həmçinin o haqqında izlədiyim, oxuduqlarımla. Pereiranı bizdə 8 boş idi yoxsa? 8 boşdur. Hə, olsun 8. Torres, Carlos Alberto Torres 8. Messi. Messi 2. Çox danışmayacağım çünki danışanda çox falan kimi görünürəm Messi haqqında. Yaxşı, şərhsiz dedim, olsun. Zidane. Zidane da çox böyük oyunçuydu və onun da etdikləri. Nəzərə alaq ki, 1-2-3 artıq doludur. Anda olsun 4. 4 olsun. Bir də şey nəzərə alaq ki, yəni Zidane kapitan kimi kəllə ilə yadda qalıb daha çox sonuncu oyunda. Həm qəhrəmandır, həm anti-qəhrəmandır. Anti-qəhrəmandır, bəli. 2 nəfər qaldı. Fabio Cannavaro. Cannavaro 2006-cı ildə dünya çempionu olandan sonra bildiyiniz ki, ona qızıl top vermişlər. Amma yəqin ki, bir video var, o viral olmuşdu. Sosial mediada qarşınıza çıxa bilər. Öz komanda yoldaşları Totti podkast çəkmişlər və podkastda Cannavaro ilə zarafat edirdilər ki, onlar verdilər. Sən niyə qızıl top alırdın? Ona görə o mənə biraz daha çox təsir göstərib və o baxımdan düşünürəm ki, Cannavaronu sonuncu yerlərimiz qalıb, 9-10 qalıbdı. 10-cu yerə kimin gələcəyini bilmirəm. Cannavaro da futbol tarixinin önəmli müdafiəçilərindəndir. 9 olsun. Olsun və başqa bir qızıl top sahibi, amma qeyri-ənənəvi mövqenin oyunçusu Lev Yashin. Lev Yashin də futbolun böyük isimlərindəndir.
düzdür, yenə qeyd etdiyim Beckenbauer kimi Yaşin də izləməmişik, amma bu o demək deyil ki, Yaşin zəif və yaxud ortabab biri olub. O da öz mövqeyində oynayıb qızıl top almış yeganə qapıçıdır və buna görə də daha böyük yerlərə layiqdir. İndi sıralamamız belə gətirdi ki, 10-cu oldu. Məmnun qaldın sıralamadan, yoxsa kimlərsə yerini dəyişmək istəyərdin? Məmnun qaldım. Mən Zidanı daha çox izləmişəm. Zidanı top 3-ə də sala bilərdim. Düzdür, Beckenbauer dedim səhv eləməmsə 3-cü pilləyə. Amma aşağı-yuxarı razıyam. Belə, təşəkkür edirəm Elmar, qonağımız olduğun üçün. Çox sağ ol, var ol. Mən elə gəlir ki, kifayət qədər axıcı, maraqlı bir buraxılış alındı. İnşallah indi növbəti verilişlərdə bir neçə veriliş sonra, bir neçə gün sonra yenə vaxta görə danışarıq, yenə görüşərik. Başqa bir daha maraqlı qrupları, daha maraqlı nəticələri olan oyunları müzakirə edərik. Səndən baxıram ki, çox axıcı gedir veriliş, çox maraqlıdır. Çox sağ ol. Belə, əziz tamaşaçılar, bugünkü buraxılışımızın sonuna gəldik. Biz sabah yenə efirdə olacağıq, eyni saatda, eyni yerdə və həm bugün haqqında danışdığımız oyunları, həm də sabahın oyunlarını müzakirə edəcəyik. Qonağımız isə hələ ki sürprizdir. Hələlik görüşərik.